Nəqliyyatda insulin zülalının biosintezində minimum neçə növ nəqliyyat RNT-si iştirak etməlidir? Bizdən nəqliyyat RNT-sini soruşur və insulin zülalının sintezində. Biz bilirik ki, insulin zülalı 21 üstəgələk 30 bərabərdir 51 amin turşudan ibarətdir. Amma bizdən nəqliyyat RNT-nin növünü soruşur. Və biz bilirik ki, bunun tərkibində 51 amin turşudursa, 51 deyək ki, nəqliyyat RNT-si iştirak edir. Amma bunu soruşmur bizdən. Bizdən amin turşuları kodlaşdıranları soruşur. Biz bilirik ki, bir amin turşunun nəqliyyat RNT-sinin sayı ya 1 olur, ya 2 olur, ya 3 olur, ya 4 olur, ya da 6 olur. Bizdən bu növləri soruşur. Və neçə amin turşu növ olduğunu tapmalıyıq. Burada 18 növ amin turşu vardır. Bilirik ki, 20 növ amin turşu var. Zülalların sintezində iştirak edən. 20-sindən 18-i burada iştirak edir. Bizim kitabımızda faktoloji məlumat bunu yazıblar. Ribonukleaza zülalında isə 19 ədəd iştirak edirdi. 19 növ. Bizdən insulin soruşduğu üçün 18 növ düzgün cavab olacaqdır.